Əziz tələbələr, mən Raqib Faiqli, Master Rəfay Tədris Mərkəzinin məntiq müəllimi. Bugün sizlərlə 26 oktyabr 2025-ci il tarixində keçirdiyimiz mövzu sınaq imtahanı 1-in məntiq fənni üzrə suallarına baxacağıq və elə başlayaq vaxt itirmədən birinci sualdan, daha dəqiq desək kitabçamızın 46-cı sualından. Gördüyünüz misalda əslində bir növ bizə bir sistem tənlik verilib və sistem tənliklərdə əgər 3 ədədin cüt-cüt cəmi sizə verilibsə, yəni dairə ilə kvadratın, dairə ilə üçbucağın və kvadratla üçbucağın belə 2-2 cəmləri verilibsə, onun ən sürətli, ən rahat həll yolu alt-alta toplayıb daha sonra yarıya bölməkdir. Bu üç tənliyi alt-alta toplayanda sol tərəfdə 2 dənə dairə, 2 dənə kvadrat və 2 dənə üçbucaq bərabər olacaq. Sağ tərəfdə 23, 27 və 16-nın cəminə, yəni 66-ya. Diqqətən baxsaq, dairədən də 2 dənədir, kvadratdan da 2 dənədir, üçbucaqdan da 2 dənədir. Təbii ki, alt-alta toplayanda hər birindən 2-2 gəlməlidir. Daha sonra yarıya bölsək biz bu tənliyi, bir dairə, bir kvadrat və bir üçbucaq bərabər olacaq 33-ə. İndi elə birinci tənlikdən görünür ki, dairə ilə kvadratın cəmi 23-ə bərabərdir. Əgər bu dairə ilə kvadratın cəmi 23-ə bərabərdirsə, deməli, üçbucağın da qiyməti 10 olmalıdır. Yəni 23-ün üzərindən nə gəlsəm 33 eləyər, 10 gəlsəm. Aha, əgər üçbucaq 10-dursa, deməli dairə 17-dir, cəmi 27 deməlidir. Əgər üçbucaq 10-dursa, kvadratda 6 eləməlidir, cəmi 16 olsun. Deməli, kvadrat 6, üçbucaq 10-dursa, hasili də 60-a bərabər olacaq. Yəni 46-cı sualın cavabı D bəndinə bərabər idi. 47-ci sual qeyri-aşar operatorlar bölməsinə aid uşaqlar və həmişə ortada mötərizənin içindəki bizim üçün nəticəni ifadə edir və misalda da A minus B kvadrata idi qanun uyğunluq. Yəni 56-dan 49 çıxanda 7, 45-dən 36 çıxanda 9, 66-dan 64 çıxanda 2 və 18-dən də 9 çıxacam, 9 edəcək. B bəndi. 48-ci sual fiqur ədəd əlaqələri bölməsinə aid uşaqlar və hər qolda, yəni bizə verilən bu düzbucaqlının hər bir küncündə necə baxmaq olardı qanun uyğunluğa? Məsələn, 5-i 6-ya vuranda 12 ilə 18-in cəminə bərabərdir. Yəni bu 5 və 6-nın hasili 12 ilə 18-in cəminə bərabərdir. Yaxud da belə də görmək olardı ki, 5-i 6-ya vurub 12 çıxanda bizə 18-i verir. Yəni, üçbucağın içindəki bu ədədləri bir-birinə vurub, dairənin içindəkini çıxanda bizə düzbucaqlının təpə nöqtəsindəki ədədi verir. Eyni qaydada 12-ni 5-ə vurub 60, x-i çıxanda 36 veribsə, deməli, x-in qiyməti 24-dür. Həmçinin 16-nı 4-ə vurub 64, 32-ni çıxanda o da 32 deməlidir. Deməli, y-in qiyməti 32, x-in qiyməti 24, çıxanda da bizə 8 verəcək. Yəni, cavabımız C variantına bərabər idi. 49-cu misal verbal analogiyalar bölməsinə aid uşaqlar və aradakı əlaqə necə gedir? Buğdadan un, undan da çörək alınırsa, süddən qatıq, qatıqdan da ayran alınır. Ona görə də doğru cavab A bəndi olmalıdır. Həmişə unutmayın, verbal analogiyalarda sözlərin ardıcıllığına mütləq riayət olunmalıdır uşaqlar və həmişə də şərtimizdə bu bizə qeyd olunur, qeyd edildirilir. Ona görə də mütləq şəkildə sözlər arasındakı əlaqəni unutmayın. Yəni, birincidən ikinci, daha sonra ikincidən üçüncü alınıb. Ona görə də biz də birə-bir həmin əlaqəni variantlarda axtarmalıyıq. Növbəti 50-ci sual, mətnin məntiqi təhlili mövzusuna aid olan bir sual uşaqlar. Deməli, məsələnin şərtində bizə nə deyir? 5 nəfər, Aydan, Vəfa, Firuzə, Elvin və Lalə, onların hər birinin şəxs kodları və gündəlik iş saatları qeyd olunub. Kimin şəxsi kodu nədir və neçə saat işləyir gündə? Bunu tapmaq bizdən tələb olunur. Dərhal adları yazıram yuxarıdan. Aydan, Vəfa, Firuzə, Elvin və Lalə. Onların hər birinin həm şəxsi kodunu, həm də gündəlik iş saatını tapmalıyıq. Baxaq bir-bir şərtlərimizə. Buradan yazacağım deməli hər birinin kodlarını. Buradan yazaq ikinci sətirdən də onların iş saatlarını.
Əvvəla birinci şərt yazır ki, ən çox işləyən şəxsin şəxsi kodu ən kiçikdir. Deməli uşaqlar, ən çox işləyən, yəni gündəlik 8 saat işləyən kimdirsə, onun şəxsi kodu deyir ən kiçikdir. Yəni 3-dür. Bu bir adama aiddir. Firuzə Elvindən 1 saat az işləyir. Ancaq şəxsi kodu Elvinin şəxsi kodundan 1 vahid böyükdür. Deməli, saatlarda Firuzə Elvindən 1 vahid azdır. Amma kodlarda ona deyir şəxsi kodu Elvinin şəxsi kodundan 1 vahid çoxdur. Kodlarda Firuzə Elvindən 1 vahid çox olmalıdır. Vəfanın şəxsi kodu Aydanın, üzr istəyirəm, əvvəla ondan yuxarıda bir şərtimiz də var. Ən az işləyən ikinci şəxs Lalədir. Ən az işləyən ikinci şəxs, yəni gündəlik 6,5 saat işləyən Lalədir. Və şəxsi kod da deyir 7-dir. Bunu da silə bilərik onda. Vəfanın şəxsi kodu Aydanın şəxsi kodundan 3 vahid böyükdür. Vəfanın şəxsi kodu Aydanın şəxsi kodundan 3 vahid böyüksə, kodlar arasında 3 vahid fərqlənən hansıdır uşaqlar? 6 ilə 3-dür. Deməli, Vəfanın şəxsi kodu böyükdə, ona görə də 6 Vəfadadır, 3 Aydandadır. Həmçinin şəxsi kodu 3 olan neçə saat işləyirdi uşaqlar? Ən kiçik şəxsi kodu olan ən çox işləyən idi. Yəni o 8 saat işləyir. Beləliklə biz saatlardan 8-in də yerini tapdıq. Bu Aydana aiddir. Və saatlarda Firuzə Elvindən 1 saat az işləyirdi axı. Ona görə də 1 saat fərq orada qalır. 6 və 7. Firuzə 6 saat, Elvin 7 saat işləyib. Amma şəxsi kodlarda Firuzənin kodu Elvindən 1 vahid çox olmalıdır. Ona görə də yerdə qalan bu şəxsi kodları 4 ilə 5-dən 5 Firuzədə, 4 Elvində olmalıdır. Kodlarda 1 vahid çoxdur Firuzə, amma saatlarda 1 saat azdır. Beləliklə Vəfaya da qaldı orada 7,5 saat. Və salam, hər kəsin həm şəxsi kodunu, həm də saatlarını tapmış olduq. İndi bizə nə deyir? Hansı fikir yanlışdır? Vəfa 7,5 saat işləyir, düppədüz. Aydanın şəxsi kodu 3-dür, bu da düzdür. Elvin Lalədən çox işləyir. Elvin deməli gündəlik 7 saat, Lalədə 6,5 saat işləyir. Bəli, bu da düzdür. Amma şəxsi kodu 5 olan, yəni Firuzə, şəxsi kodu 6 olandan çox işləyirdir, o səhvdir artıq. Çünki şəxsi kodu 5 olan Firuzə gündəlik 6 saat, şəxsi kodu 6 olan Vüsalə, deməli, daha doğrusu Vəfa, üzr istəyirəm, gündəlik 7,5 saat işlədiyi üçün ondan az olacaq, çox olmayacaq. Ona görə də burada yanlış fikir D variantında idi. Davam edək 51-ci sualda. Adi aşkar operatordur uşaqlar və bilirsiniz ki, dədə-babadan bəllidir. Həmişə misallarda birinci mötərizənin içindən başlayırıq. Ona görə də çöldəki kvadrat məni gözləyir. Mən birinci tapıram mötərizənin içini. 7 romb lazımdırsa mənə, olacaq 2 vurulsun 7, üstə gəl 5. Yəni, kvadratın sağında yaranır 19. Aha, indi alınan kvadrat 19-u tapmaq bizdən tələb olunur. Bəs kvadrat 19 nəyə bərabər olacaq? 3 vurulsun 19 minus 4. Yəni 57 minus 4 53-ə bərabər olar. Yəni doğru cavabımız B bəndi idi. Növbəti 52-ci sual deformasiyalar bölməsinə aid bir sual uşaqlar və deformasiya suallarında bilirsiniz ki, bizim üçün yeganə açar qolların sayıdır. Dərhal şarların yanına qollarının sayını yazsam, Y-nin bir dənə qolu var. M-in 5 dənə qolu var. L-in 2 qolu var. G-nin 4 qolu var. K-nın 3, F-in də 3 qolu var. Burada əslində bir çox şarlar bir-birindən seçilir. Məsələn, Y yeganə şardır ki, bir qolu var. Ona görə də bu yuxarıda soldakı şar Y-dir. Və o Y-nin bir dənə qolu gəlir M-ə. Bundan əlavə 4 qollu yeganə bir dənə şar var ki, o G-dir. Ona görə də X əgər 4 qolludursa, X o dəqiqə tapılır. Bu G hərfidir. Və 2 qollu da yeganə bircə dənə şar var, o da L-dir. L də buradadır. Amma 3 qollu 2 dənə şar var uşaqlar.
və onları bir-birindən ayırt etmək bu misalda qeyri-mümkündür. Çünki K-nın da qolları M, G, bir də F-ə gedir. Yəni K-nın F-in arasındadır. F-in də bir qolu K ilə F arasındadır. Bir qolu G-yə, bir qolu M-ə gedir. Ona görə də xarici görünüşünə görə burada K və F bir-birindən qəti seçilmir. Yəni Y burada K da ola bilər, F də ola bilər. Amma X 100% G-dir. Çünki 4 qollu yeganə bircə şarımız var idi orada. O da G hərfi idi. Ona görə də bizdən X və Y soruşursa, cavab G və K və ya G və F olmalıdır. Variantlarımızda da, variantlar yuxarı sürüşüb, doğru cavab G və F-dir. Yəni B bəndi. Davam edək növbəti 53-cü sualla. Yenə mətnin məntiqi təhlili bölməsinə aid bir sual uşaqlar və burada 8 nəfər 4 nəfərlik 2 qrupa bölünüb. Bax, qəti unutmayın, mətnin məntiqi təhlilinin ən vacib qaydalarından biridir. Əgər məsələdə cəmi 2 dənə kateqoriya varsa, hansı ki burada 8 nəfər ad var, bir də 2 dənə qrup var uşaqlar. A qrupu və B qrupu deyək. Və bu tip məsələlərdə kateqoriya sayıları, element sayıları daha doğrusu fərqlidirsə, həmişə sayı az olan kateqoriyanı yuxarıdan yazmalısınız. 8 nəfəri 2 qrupa bölmək istəyirəmsə, birinci qrup və ikinci qrup şəklində o balaca az sayda olanı yuxarı yazıb, çox olan elementləri bölüşdürəcəksiniz bunların arasında. Məsələn, 10 nəfəri 3 komandaya bölməlisən, 12 nəfəri 4 fakültəyə bölməlisən, 6 nəfəri 2 qrupa bölməlisənsə, həmin o 2 dənə, 3 dənə, 4 dənə olan qruplar, fakültələr nədirsə yuxarıdan yazın. 10 dənə, 12 dənə, 8 dənə, 6 dənə şəxslər, çox olanlar nədirsə, onları başlayın bunların arasında bölüşdürməyə. Sayılar da deyir, hərəsində 4 nəfər olmalıdır. 4 nəfər burada, 4 nəfər də burada olmalıdır. Yəni, bax, belə yığcam cədvəlinə bu tip məsələləri çox rahat həll etmək olur. Qəti yadınızdan çıxmasın bu. Az olanı yuxarıdan yazıb, çox olanı bunların içərisində bölüşdürmək lazımdır. Deyir ki, Fikrət və Zeynəb eyni qrupdadır. Məsələn, olsunlar ikisi də birinci qrupda. Burada çox önəm kəsb eləmir onsuz birinci qrup, ikinci qrup teması. Fikrətlə Zeynəb buradadır. Qalib gələn qrupda bir oğlan və 3 qız var idi. Fikir versəz, orada bircə nəfər oğlan var onsuz, qalan hamısı qızdır. Deməli, Fikrətin olduğu bu qrup, birinci qrup, qalib gələnlər qrupudur. Bu qalib gələnlər, bu da məğlub olanlar qrupudur uşaqlar. Çünki qalib gələn qrupda deyir, bir oğlan var, 3 dənə qız, yəni Fikrətin olduğu qrupda qrup. Güllü və Aynur, Dilarə və Sona fərqli qruplardadır. Deməli, Güllü ilə Aynur öz aralarında fərqli yerdə olmalıdır. Dilarə ilə Sona da öz aralarında fərqli yerlərdə olmalıdır. Dilarə qalib gələn qrupda deyil. Aha, onda Dilarə məğlub olan qrupda, yəni ikinci qrupdadır Dilarə. Və bizə nə demişdi? Dilarə ilə Sona fərqli qruplardaydı axı. Deməli, onda Sona qalib gələn qrupdadır. Güllü və Aynur da fərqli qruplardadırsa, indi burada nə baş verir? Güllü ilə Aynurun biri buradadır, biri də buradadır. Amma hansı qalib gələn qrupda, hansı məğlub olan qrupdadır bilmirəm. Amma mən artıq bu 8 nəfərin 6-sını bilirəm uşaqlar. Fikrət, Zeynəb, Sona, bu tərəfdə də Dilarə. Bunlar dəqiq bilinir. Güllü ilə Aynur da hərəsi birindədir. Yerdə kim qalır? Yasəmənlə Bahar. Onlar da 100% məğlub olan qrupdadırlar. Həm Yasəmən, həm də Bahar. Qalan 2 dənə boş yeri də onlar tutur. Avtomatik qalan budur. İndi, hansılar deyir məğlub olan qrupda idilər? Təbii ki, Yasəmən, bir də Bahar. Zeynəb isə qalib gələn qrupdadır. Ona görə də cavab olacaq 1 və 2. Davam edək. 54-cü sualda göyərçin yuvada yaşayırsa, arı da pətəkdə yaşayır. A bəndi. 55-ci sual uşaqlar qeyri-aşkar operatorlar bölməsinə aiddir və nə baş verir burada? 3 bucaq rəqəmlərin toplayır. Dairə isə rəqəmlərin çıxır. ABC-nə yazaq bunu da. O isə rəqəmləri çıxır bir-birindən. Yəni 6, 3, 1 hamısını toplasam 10. 8, 2, 1 hamısını toplasam 11. 8-dən 1, ondan da 4 çıxsam 3 eləyər. 9-dan 4 çıxanda 5, ondan da 3 çıxanda 2 eləyər. Deməli, indi 3 bucaq rəqəmlərini toplayırsa 7, 2, 1-i toplayacam 10.
Dairədə rəqəmləri çıxırsa, 8-dən 2, 10-dan da 3 çıxsam, eləyəcək 3. Sonda da 10-dan 3-ün fərqi 7-yə bərabərdir. Adətən, misalda, əgər 2 dənə fərqli operator varsa, adətən belə misallarda bizim işimiz 2 qat çox olduğu üçün uşaqlar, qanunauyğunluqlar da nisbətən rahat olur tək operatorlarla müqayisədə. Növbəti 56-cı sualdan davam edirik. 56-cı sualda uşaqlar, əslində variantlarını işləməliyik. Təəssüf ki, burada da variantlar sürüşüb, qoy belə göstərim. Bu tip misallarda ancaq və ancaq variantlarını işləmək lazımdır. Bizə hər bir hərfin simvollarının işarəsini göstərib. Və deyək ki, indi aşağıdakı bu uzun simvollar hansı hərf birləşmələrinə aiddir? Əvvəla, məsələn, bu misalda variantlarla işləyəcəmsə əgər, diqqətimi cəlb edən şey nədir? Variantlarda hamısı ya A ilə, ya M ilə başlayıb və ya Y ilə başlayıb. Belə tək-tək yoxlaya bilərik əslində. Amma bu misalda birinci mənim diqqətimi cəlb edən şey I-nin 2 dənə qoşa tire olmasıdır. Əgər bu simvol ardıcıllığında I varsa, mütləq nə olmalıydı? 2 dənə tire yan-yana gəlməliydi. Düzdürmü? Və fikir verirsinizsə, burada heç bir halda 2 dənə tire yan-yana gəlməyib. Deməli, onda belə çıxır ki, bu simvollar çoxluğunda uşaqlar I hərfi 100% yoxdur. Hansı variantda I hərfi varsa, vaxt itirmədən o variantları ata bilərdiniz. Məsələn, D-də var idi, Y-də var idi, C-də var idi. Ona görə də bu variantları sürətli atma olar. Qalır A və B. A-da A, M və Y yazıb. Bu A olsa, ardınca M gəlmir axı. M-də bir dənə nöqtə sonra tire gəlməlidir. Görürəm ki, bu da uyğun gəlmir. Onda doğru cavab B bəndindədir. Gəlin, baxaq B-yə də. Birinci M gəlir. Bəli, bax, bu 4 dənə simvol M hərfidir. Ondan sonra Y gəlir. Yəni, tək nöqtə. Ondan sonra Z gəlir. Tire, nöqtə, tire. Ondan sonra da yenə tək nöqtə Y gəlir. Həqiqətən də şərtimizi tam ödəyir. Bu simvollar çoxluğu B variantını ödəyir. Bax, bu şəkildə ancaq və ancaq variantlarla işləməlisiniz. Təbii ki, indi deyə bilərsiniz ki, indi burada 2 dənə tireydən çox rahat 3 dənə variantı çıxa bildik. Amma həmişə belə olacaq? Yox, əlbəttə ki, həmişə belə olmayacaq. Biraz daha çətinlərində məcbur qalıb 4-5 variantın hamısını, yəni dənə-dənə yoxlamalı olacaqsınız. Ki, məsələn, mən A variantını yoxlayanda, əgər bu A olsa, ardınca baxıram ki, 3 dənə dalbadan nöqtə gəlir, M-də isə bir nöqtədən sonra tire olmalıydı. A-dan sonra M olmaz. Ona görə buradan A-nı da, Y-ni də atma olar. Sonra təzədən digər variantları göz gəzdirməlisiniz. Məsələn, Y ilə başlasa, yəni tək nöqtə ilə başlasa, söhbət gedir D variantına. Ardınca I verib, 2 tire olmaz. Ona görə də D bəndə getdi. Qaldı B və C. Hər ikisi də M ilə başlayır. Burada mən M-i ayırandan sonra C variantında A yazır. Bəli, M-dən sonra A olardı. Görürsünüz, M, ardınca A uyğun gəlir. Amma A-dan sonra I yazıb C variantında o işlərimizi körlüyür. Çünki I 2 dənə tiredir, bizdə A-dan sonra nöqtə tire var. Düzdürmü? Ona görə də artıq burada heç nə deyə bilmirik. Məsələn, davamını A və Y kimi baxmaq olardı. Yəni, bu sualın başqa cavabları da ola bilər təbii ki. Ona görə də variantlarını işləyəcəksiniz. Variantda hansı varsa ona getməlisiniz. 57-ci sual. Şifrələr bölməsinə aid uşaqlar. Amma öyrəşdiyimiz formada şifrə deyil. Çünki burada rəqəmlərini deyir, yerləri dəyişdirilərək sağdakı sütunda verilir. Düzdür, rəqəmlər elə dəyişdirilib ki, bəziləri ilə olduğu kimi qalıb. Amma ümumilikdə rəqəmlərin yeri uşaqlar dəyişik formada verildiyi bizə deyilir. Əgər şifrələrdə rəqəmlərin yerini qarışdırıbsa, məsəl üçün, tutaq ki, o da sözü buna aiddir, amma ola bilər ki, o 7-dir, D 1-dir, A 6-dır. Aydın, yəni belə bir şeylər ola bilər. Rəqəmlərin yeri qarışdırılıb, bu deməkdir. Birinci hərf orada 3-cü rəqəmə, ikinci hərf orada 1-ci rəqəmə uyğun gələ bilir. Belə olan halda uşaqlar, həmişə fərqli simvol sayına görə hərəkət etməlisiniz. Baxın, görün, hər bir sözdə
nə qədər hərflər təkrarlanır, nə qədəri fərqli-fərqlidir. Məsələn, ata sözündə 2 dənə hərf var. A və T. Ana sözündə də 2 dənə fərqli hərf var uşaqlar. A və N. Oda sözündə 3 hərfin 3-ü də fərqlidir. O, D və A. Ona sözündə də, don sözündə də. Burada ata və anada A-ların təkrarlanmasından yola çıxmaq olar. Qarşısındakı ədədlərdə də 2 dənə ədəddə birlər təkrarlanır. Deməli onda 121 və 131 biri atadır, biri anadır. T digər sözlərin heç birində yoxdur uşaqlar. Amma N əlavə olaraq 2 dənə sözdə də var. Və bu rəqəmlərdən də 3 heç birində yoxdur fikir versəz. Amma 2 əlavə 2 dənə ədəddə də var. Onda buradan nə demək olar? Deməli 2 N hərfidir. Yəni ana 121-dir. Ata da 131-dir. Yəni T 3-dür, N də 2-dir. 3-dən başlayıb 2 ilə qurtarmalıdırsa ton sözü, o B variantına aiddir 100%. Amma gəlin biz hamısını tapmağa çalışaq uşaqlar. Məsələn, N-lər 2-dirsə, ona və don sözləri biri 217-yə, biri 762-yə uyğundur. Düzdürmü? Çünki anadakı 2 buradadır. Ona və don sözündəki N-lər də işarələdiyimiz buradadır. Məsələn, buradan nəyi dəqiq demək olar? Oda sözü 176-dır. Çünki onun tərkibində N yoxdur və tərkibində 2 də yoxdur. Ona görə də o 176-ya uyğundur. Başqa məsələn, nədən davam eləmək olar burada? D-dən 2 dənədir, O-dan 3 dənədir. Onlarla da yola çıxmaq olar uşaqlar. Məsələn, oda sözündə A 1-dir, o heç. Bu 1 A-ya aiddir, o heç. Deməli, O və D-nin biri 7-dir, biri 6-dır. O və D-nin. Biri 7-dir, biri 6. O-dan 3 dənə, D-dən 2 dənədir. Və fikir versəz, burada 7-dən 3 dənə, amma 6-dan 2 dənədir. Deməli, belə çıxır ki, onda D-lər 6, o da 7-dir. 3 dənə 7 var orada, 2 dənə 6 var. Onda əgər o 7-dirsə, ton sözü də həqiqətən 372 uyğun gəlməlidir. Həmişə uşaqlar unutmayın, rəqəmlərin yeri dəyişik formada verilən şifrələrdə artıq sütun getmək olmur. Çünki burada birinci sütundakı hərflər orada birinci sütundakı rəqəmləri ifadə eləmir. Burada rəqəmlərin yeri dəyişik verilir. Ona görə də məcbursuz ancaq ümumi hərf sayıları ilə hərəkət eləməyə. Növbəti 58-ci sual fiqur ədəd əlaqəsidir uşaqlar. Misalda da göstərir ki, yəni bu birinci cədvəldən ikinci cədvəl alınıb. Necə alınır? Hasili yarıya bölməklə uşaqlar. Bax, 5-i 4-ə vurub yarıya bölür, mərkəzindəki xanaya. Bura yazır 10. A vurulsun B, bölünsün 2 idi misalın qanun uyğunluğu. Eyni qaydada 4-ü 8-ə vurub 32, 16-nı yazıb mərkəzlərinə. 6-nı 8-ə vurub 48, yarıya bölüb yazıb mərkəzlərinə 24. İndi 10-u 3-ə vurub yarıya böləndə 15 alıbsa, deməli 3-ü də 6-ya vurub yarıya böləndə L-in qiyməti 9-dur. K-nı tapmaq istəyirəmsə, orada da 5-i 8-ə vurub yarıya böləcəm. K-nın da qiyməti 20-dir. Sonda da 20 ilə 9-un hasilini o da 180 eləyəcək. 59-cu sual anaqramlar bölməsinə aid uşaqlar. 5 sözdən 4-ü eyni bir şeyin növüdür. Biri tamamilə fərqlidir. O da nədir? A bəndi qızılgül, B bəndi qərənfil, C bəndi lalə, D bəndi zambaq, hamısı uşaqlar güldür, qızılgül, qərənfil, lalə və zambaq. Y bəndi isə küknardır, yəni ağac adıydı. Ona görə də fərqli olan təbii ki, Y bəndi olacaq. Növbəti 60-cı sual. Uşaqlar, maraqlı bir məsələdir bu. Bizə deyir ki, 3 dənə kürəcik bu borunun içərisində bu şəkildə hərəkət edir. Yəni, gedir yuxarı dəyir, aşağı dəyir, yuxarı dəyir, aşağı dəyir. Bu formada hərəkət edir. Həmçinin bu ikinci kürəcik də bu trayektoriya boyunca
yuxarı aşağı bu formada hərəkət edir. Və bu kürəcik də bu balaca yerdə yuxarı aşağı hərəkət edir. Yəni bu formada hər biri öz hərəkətini sonsuza qədər davam elətdirir. Bizə deyir ki, bu şəkildə hərəkət edəndə bunların hər birinin bir mərkəzi var da. Bu qırıq-qırıq xəttin üzərində gəzir o mərkəzlər. 1 saniyədən bir qırıq-qırıq xəttləri gəzirlər. Məsələn, mərkəz birinci xəttin üstündədirsə, 1 saniyədən sonra onun mərkəzi ikinci xəttin üstündə olacaq. Yəni, o kürəcik olacaq burada, belə. 1 saniyədən sonra mərkəzi üçüncü xəttin üstündə olacaq uşaqlar, burada. 1 saniyədən sonra mərkəzi dördüncü xəttin üstündə olacaq, bax, burada. Bu şəkildə gedir, addım-addım. Və indi buradaydısa 1, 2, 3, 4, 5-ci saniyədən sonra kürəciyin mərkəzi 6-cı xəttin üzərində olacaq. Özü isə borunun divarına dəyəcək, burada divarına dəyib, təzdən qaydacaq yuxarı. Proses bu şəkildə davam edir. Gəlir, yəni addım-addım, sonda bu nöqtəyə çatandan sonra, yəni mərkəzi 6-ya çatandan sonra divara dəyib, qayıdır təzdən yuxarıya. Bu formada yenə gəlib burada divara dəyəndən sonra qayıdır üz aşağı. Bu şəkildə hərəkət edir. Həmçinin ortadakı dairədə uşaqlar. Mərkəzi hal-hazırda 5-ci xəttin üstündədir. Və 1 saniyədən sonra o gələcək, mərkəzi 6-cı xəttin üstünün üzərində olub. Divara dəyib, qaydacaq yuxarı. Və gəlib burada mərkəzi 2-ci xəttin üzərində olandan sonra özü divara dəyib, təzdən qaydacaq aşağı. O da bu şəkildə bax, hərəkət edəcək. Həmçinin sağdakı dairədə mərkəzi 3-cü xəttin üstündə ola bilir onun. Bir də 1 addım 1 saniyədən sonra aşağı düşüb, mərkəzi 4-cü xəttin üstündə olur. Bu divara dəyəndən sonra təzdən qayıdır yuxarı. Gəlir, bu divara dəyir, təzdən düşür aşağı. O ancaq yəni 3 ilə 4-ün arasında hərəkət edə bilir. Balaca olduğu üçün trayektoriyası. Ancaq birinci kürəciyin mərkəzi 1-dən 6-ya qədər hərəkət edə bilir. İkinci dairənin mərkəzi isə maksimum o bura gələndə mərkəzi 2-ni görür. Ən aşağıda isə mərkəzi onun da 6-nı görür. Burada. Bu formada 2 ilə 6 arasında mərkəzi gəzir. Burada ancaq bizə dairələrin mərkəzləri maraqlıdır uşaqlar. Hər birinin mərkəzi hansı interval üzrə hərəkət edə bilər? Soldakı kürəciyin mərkəzi ən yuxarıda 1-i, ən aşağıda divara dəyəndə 6-nı görür. Onun mərkəzi 1 ilə 6 aralığında gəzir. Ortadakı dairənin mərkəzi ən aşağıda 6-nı, ən yuxarıda 2-ni görür. Ən sağdakının isə mərkəzi 3-də ola bilir. Bir də bu divara dəyəndə mərkəzi 4-də ola bilir. O ancaq 3-dən 4-ü görə bilir. Yəni ancaq 3-4 arasında gəzəcək. Addım-addım indi hər birini gəzdirək. Bizə deyir ki, neçənci saniyədən sonra onların hər üçü 3-cü dəfə mərkəzləri 4-cü xəttin üzərində olar. 3-cü dəfə. Yəni, bizdən istədiyi vəziyyət şolar, budur. Birinci kürəcikti gəlsin, burada belə dayansın. Mərkəzi 4-cü xəttin üstündə. İkinci kürəcikti gəlsin, burada dayansın. Mərkəzi 4-cü xəttin üstündə. Üçüncü kürəcikdə həmin vaxtı gəlsin, burada dayansın. Mərkəzi 4-cü xəttin üstündə. Yəni, elə bir zaman var ki, bunların hər üçü bir düz xət üzrə 4-cü xəttin üzərində dayanırlar. Bizdən də həmin anın 3-cü dəfə təkrarlandığı halı soruşur. Siz burada nə iş görəcəksiniz onda? Siz burada hər bir kürəcik neçə saniyədən bir 4-cü xəttin üstündə olur, bunu tapacaqsınız. Bir-bir uşaqlar, başlayaq o kürəciklərə. Məsələn, buna bir A kürəciyi deyək, buna bir B kürəciyi deyək, buna da bir C kürəciyi. Əvvəlcə A kürəciyinin saniyələrinə baxaq. Neçə saniyədən bir o 4-cü xəttin üstündə olur uşaqlar, onu tapaq. Mərkəzi buradadır, düzdürmü? 1, 2, 3 saniyədən sonra uşaqlar o dairənin mərkəzi 4-cü xəttin üstündə olacaq. Burada belə dayanacaq. 3 saniyədən sonra. Davam edirəm. Bu dayanmır axı. Öz yolunda davam edir. 4, 5-ci saniyədə gəlib mərkəzi 6-cı xəttin üstündə olacaq. Və özü divara dəyəndən sonra uşaqlar qaydacaq yuxarı.
Yəni 5-ci saniyədə buradaydı. İndi 6-cı saniyədə burada, 7-ci saniyədə yenə o mərkəzi 4-cü xəttin üstündə olacaq. Deməli, bir də növbəti dəfə 7-ci saniyədə orada olacaq. Bu şəkildə bir də göstərim sizə. Mərkəzi buradadır. 1, 2, 3, 4, 5-ci saniyədə bura gəldi, mərkəzi. Özü isə divara dəydi. 6, 7-ci saniyədə yenə mərkəzi 4-cü xəttin üstündə oldu. Və yenə bu prosesi davam elətdirək indi. Başda əllə saymaq olacaq. Gör, neçə saniyədən bir sən 4-cü xətti görürsən. Bu tip məsələlərdə uşaqlar, hansı xətti soruşursa, mərkəzləri o xəttə qədər bir-bir başlayın saymağa. Yəni, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bax, bir də 13-cü saniyədə orada olacaq. 14, 15, 16, 17. Sonra 18, 19, 20, 21, 22, 23-cü saniyədə orada olacaq. Bəs eləyir əslində. 3-4 dəfə yazsaz, sonra orada bir qanun uyğunluğu tapacaqsınız. Fikir verin uşaqlar indi. Görün bu dairənin mərkəzi hansı saniyələrdə 4-cü xəttin üstündə oldu? 3, 7, 13, 17, 23. Yəni uşaqlar nə baş verir? Burada bir ədəd ardıcıllığı yaranır həmişə. Deməli o 23-cü saniyədə orada olacaq. Baxın, fikir verin. 4 artır, 6 artır. 4, 6. Deməli yenə 27, 33, 37 və s. Bu formada yəni gedəcək. 3, 7, 13, 17, 23, 27, 33, 37-ci saniyədə hər dəfə sən A kürəciyinin mərkəzini 4-cü xəttin üstündə görəcəksən. Həmin prosesi indi B kürəciyi üçün də eləyək. Görək, o neçə saniyədən bir 4-cü xəttin üstündə olur uşaqlar. O əvvəlcə mərkəzi 5-dədir. Birinci aşağı düşür. Gəldi 1 saniyədən sonra buradadır. Ona görə də 4-cü xəttə qədər başlayaq onu addım-addım saymağa. 1, 2, 3-cü saniyədə orada olacaq. 4, 5, bax 5-ci saniyədə mərkəzi buradadır. Təzədən dəydi, divara qayıtdı. 6, 7-ci saniyədə orada olacaq. 8, 9, 10, 11-ci saniyədə orada olacaq. 12, 13, 14, 15-ci saniyədə orada olacaq. Fikir verin uşaqlar, B kürəciyinin də olduğu müddətlərə o 4 saniyədən bir orada olur. 3, 7, 11, 15, deməli növbəti 19, sonra 23, sonra 27 və s. O da bax belə 4 saniyədən bir həmin mərkəzi 4-cü xəttin üzərində olacaq. Bax, burada dayanacaq. Sadəcə yenə deyirəm, burada mərkəzləri addım-addım başlayın uşaqlar saymağa. Ki, əgər buradaydısa onun mərkəzi 1, 2, 3-cü saniyədə oradadır. 4, 5, 6, 7-ci saniyədə oradadır. 8, 9, 10, 11-ci saniyədə oradadır. Görürsünüz, 3, 7, 11 yazmışıq. 12, 13, 14, 15-ci saniyədə oradadır. 4-cü xəttin üstündə. 16, 17, 18, 19-cu saniyədə oradadır. Bax, belə gedir. Bu şəkildə hansı xətti soruşursa, onu başlayın bir-bir saymağa mərkəzinə. Gəldik C kürəciyinə. Bəs o 4-cü xəttin üstündə uşaqlar nə vaxt olur? Mərkəzi hal-hazırda üstdədir. Təbii ki, 1 saniyədən sonra gələcək elə mərkəzi 4-cü xəttin üstünə. Ondan sonra, bax 1 saniyədən sonra buradadır. Sonra dəydi, qayıtdı yuxarı. 2, bir də düşdü aşağı, 3-cü saniyədə burada olacaq. Bax, 1-ci saniyədə, sonra 3-cü saniyədə. 4, 5-ci saniyədə burada olacaq. 6, 7-ci saniyədə burada olacaq. Yəni, tək ədədləri görür də uşaqlar o da. Ancaq 2 saniyədən bir həmin 4-cü xəttin üstünə düşəcək. Yəni, 1 saniyədən sonra mərkəzi gəldi bura. Sonra 2-ci saniyədə buradadır. 3-cü saniyədə yenə buradadır kürəcik. 4-cü saniyədə buradadır. 5-ci saniyədə yenə buradadır. Mərkəzi yenə o 4-cü xəttin üstündə. Aydın oldu mu? Bu da 2 saniyədən bir, ancaq tək ədədlərdə 1, 3, 5, 7, 9-cu saniyədə, 11, 13, 15-ci saniyələrdə həmin
deməli, 4-cü xəttin üzərində olacaq. İndi nə edirik uşaqlar biz? Hər birinin hansı saniyələrdə 4-cü xəttdə olduğunu tapdıq. Və bundan sonra da o ardıcıllığın ortaq hədlərinə baxacaqsınız. Məsələn, bu ardıcıllıqların ilk ortaq həddi nədir? 3. Yəni, ilk dəfə onların hər biri 3-cü saniyədə 4-cü xəttin üstündə olacaqlar. Məsələn, birinci dəfə hər üçü 4-cü xəttin üzərində nə vaxt olar desə, 3-cü saniyədə idi bu. İkinci dəfə neçə saniyədən sonra hər üçü həmin xəttin üstündə olacaq uşaqlar? 7-ci saniyədə. Baxın, 7-ci saniyədə A kürəciyi də oradadır, B kürəciyi də oradadır, C kürəciyi də oradadır. Bax, bu şəkildə aldığınız bu 3 dənə ədəd ardıcıllığının mərkəzləri saya-saya gəlirsiniz uşaqlar. Ki, yəni, məsələn, bu buradaydı, təkrar deyirəm. 1, 2, 3-cü saniyədə oradadır. 4, 5, 6, 7-ci saniyədə oradadır. 8, 9, 10, 11, 12, 13-cü saniyədə oradadır. Bu formada hər birinin mərkəzi neçə saniyədən bir oradadır yazıb bir ədəd ardıcıllığı yaradırsınız və ondan sonra da həmin ədəd ardıcıllıqlarının ortaq xəttinə baxırsınız. Sizdən 3-cü dəfəni soruşursa, deməli, bu 3 ardıcıllığın 3-cü ortaq həddini axtaracaqsınız. İkinci dəfə 7-ci saniyədə hər üçü orada olur. Üçüncü dəfə bu 3 ardıcıllığın üçünün də ortaq həddi uşaqları nədir? Onsuz da C bütün tək rəqəmləri görür. A ilə B-nin ortaq tək rəqəmi nədir? 23-cü saniyə. Deməli, 3-cü dəfə bunların hər biri, yəni bu 17-ci, 19-cu, 21-ci və 23-cü saniyədə də orada olacaqdır uşaqlar. Aşağıdan yazdım. 23-cü saniyədə orada olacaqlar da. Ona görə də hər üçü 23-cü saniyədə həmin 4-cü xəttin üzərində olacaqlar deməli. Ona görə də 3-cü dəfəni soruşursa məndən, doğru cavab 23-cü saniyə olacaq. 4-cü dəfə 27-ci saniyədə orada olacaqlar. Çünki 3-cü kürəcikdə 23-dən sonra 25, sonra 27-ni görəcəkdir orada. Bu şəkildə gedirdi. Yəni, bu tip məsələlərdə trayektoriyaları biraz fərqli verə bilər sizə. A-nın, B-nin, C-nin getdiyi yolları fərqli formada verə bilər. Bir də neçənci dəfəni fərqləndirə bilər və təbii ki, xətti də. İndi burada məsələn 4 deyirdi, sabah səndən 5-i soruşar və ya 3-ü soruşar. Hər birinin 5-ci, 3-cü xəttin üzərində olduğu saniyələri yaz. Hər birində bir ədəd ardıcılığı görəsən, sonra da o ədəd ardıcılıqlarının ortaq xəttlərinə baxacaqsınız. 61-ci sual uşaqlar deməli kodlaşma bölünməsinə aiddir. Bizə lazım olan sözün birinci hərfinin kodu U-dur. Aha, bunun da birinci hərfinin kodu U-dur. Əgər qəlb sözünün birinci hərfi Q-dırsa, bizim sualında birinci hərfi Q olmalıdır. Orada da elə Q ilə başlayan bir dənə variant var idi. Qəlpə sözü idi. İkinci hərfin kodu A-dır. Yuxarıdakıların da ikinci hərflərinin kodu A-dır. Çünki hər birinin ikinci hərfi Ə-dirsə, bizim də ikinci hərfimiz Ə olmalıdır. Üçüncü hərfin kodu Y-dir. Bunun da üçüncü hərfinin kodu Y-dir. Bunun da üçüncü hərfinin kodu Y-dir. Yəni, hər ikisinin üçüncü hərfi L-dirsə, bizdə də üçüncü hərf L gəlməlidir. Bir də davam edir, yəni sona qədər. 62-ci sual. Bu sualda bir çox tələbələr səhv yazıb. Uşaqlar, 62-ci sualda sözlərin ardıcılığına fikir versəz, bizə nə göstərib burada? Gül, gilə meyvə və meyvə. Sonrasını bilmirəm. Yenə gilə meyvə və alma, yəni meyvə. Deməli, burada ardıcıl necə gedir? Gül, gilə meyvə, meyvə. Gül, gilə meyvə, meyvə şəklində gedir. Ona görə də sualın yerində bir gül adı olmalıydı, yəni qərənfil. Növbəti 63-cü sual. Qanuna uyğunluğu pozan hədlər bölməsinə aid bir sualdır uşaqlar. Ədəd ardıcıllığının qanuna uyğunluğu pozan həddinə aid bir sualdır. Və pozan həddin tapılmasında əgər artan qrafiklə gedən misallar varsa uşaqlar, həmişə bir məna olaraq bir dəfəlik əzbər yadınızda qalsın. Bu tip misalların ən rahat yolu sondan əvvələ doğru getməkdir. Yəni, burada da hədlər az miqdarda art-arta getdiyi üçün yəqin ki, toplama ilə dəyişib. Görürəm ki, 32-dən 38-ə 6 artıb, sonra 5 artıb, sonra 4 artıb, sonra 3 artıb, sonra 2 artıbsa, deməli onda 1 artmalıydı da burada. Yəni, əlaqə qırılıb 16 ilə 18-in arasında. Qanuna uyğunluq pozan hədd tapanda uşaqlar həmişə diqqətlə seçin. Çünki pozan hədd həmişə yalnız və yalnız bir dənə olur və o elə bir hədd olur ki,
onun hər iki tərəfindən əlaqəsi qırılır. Məsələn, burada 1 artır, 2 artır, 3 artır, 4 artır, 5 artır şəklində gedir. Və 16 ilə 18-in arasında əlaqə qırılıb, yəni 16-ın üstünə 1 gələndə 18 eləmir. Amma 18-in üzərinə 2 gələndə 20 eləyir. Deməli, onda 18 ilə 20 günahsızdır. Problem burada 16-dadır. Unutmayın, həmişə pozan həddi seçəndə hər iki tərəflə əlaqəsi qırılmalıdır. Bütün heç bir hədlərlə ödəməməlidir. Ən azından bir tərəflə əlaqəsi ödəyirsə, deməli o hədlərin ikisi də doğrudur ki, onların arasında əlaqə ödəyir. Problem digərindədir. 16-nın yerində 17 olmalıydı. 17 olsaydı burada, onda 1 artıb, sonra 2 artıb, sonra 3 artıb şəklində gedərdi. Ona görə də pozan hədd 16 idi. 64-cü sualda uşaqlar bizə deyir ki, bakteriyalar qabın içində hər saatda həcmlərini 4 dəfə artırırlar. Əgər saat 10:00-da bakteriyalar qabın həcminin yarısını tutmuşdursa, fikir verin, hər saatda 4 dəfə artır. İndi 10:00-da bunlar qabın yarısını tutublar. Hər saatda 4 dəfə artır axı. Deməli, 1 saat qabaq, yəni 9:00-da bundan 4 dəfə az idilər də uşaqlar. Ona görə də sən bu ədədi 4-ə böləcəksən. Yəni 2-də 1 də 4-ə bölündə nə eləyir? 8-də 1. Bizdən də bunu soruşur. Deyir, saat neçədə qabın 8-də 1-i dolu idi? Təbii ki, 1 saat qabaq. 9-da o qabın 8-də 1-i dolu idi ki, saat 10:00-a qədər, yəni 1 saat ərzində onların sayı 4 dəfə artıb. 2-də 1 olub. -65-ci sual uşaqlar şifrəli əməllər bölməsinə aid bir sualdır. Alt-alta vurma ilə bağlı bir sualdır və alt-alta vurma misallarında unutmayın, həmişə rəqəm harda varsa, birinci oradan başlamaq məsləhətlidir. Burada da, məsələn, dəqiq hansı rəqəmlərə misala baxan kimi tutma olur. Bax, bu rəqəmlərin arasında B-ni rahatlıqla tapmaq olar uşaqlar. Fikir verin orada, 9 bir də yadda 10 kimi aşağı düşüb. 0 yazıb 1 yadda. Deməli, bu B-nin qiyməti 2-dir ki, 1 də yadda 3 olub. Bu B-lər oldu 2. B-lər əgər 2-dirsə, ən axırda 2-ni C-yə vurub 6 alıb birincisi. C 3 olsa, onda 2-ni 2-yə vuranda A-da 4 olar və 2-ni 4-ə vuranda da 8 olar. Hamısı düppədüz ödəyir. Deməli, 4-dən 1-i toplayıb 5, 8-dən 6-nı toplayanda burada 14 olub. Əslində, toplamadan da görmək olardı. 8-dən 6-nın cəmi 14, A 4-dürsə, sualın qiyməti onda 5-dir. Növbəti 66-cı sual yenə ədəd ardıcılığı bölməsinə aid uşaqlar. Həddindən çox hədd var və təkrarlanma da var, görürəm burada 2 dənə 14 gəlir. Bu zaman ağlımıza gəlir həmişə ikili ardıcıllıq. Və ardıcıllıqlardan biri 4 artıb, sonra 5 artıb, sonra 6 artıb. 4, 5, 6 artı gedib axıra qədər. Digərində sualdan 11-ə, 11-dən 14-ə, 14-dən 17-yə, 17-dən 20-yə, o isə adi ədədə silsilədir, 3 artı gedir. Deməli, 8 olmalıdır ki, 3 gəlsin 11, 3 gəlsin 14, 3 gəlsin 17 şəklində getsin. Yəni, sualın cavabı 8-ə bərabər idi. 67-ci sual uşaqlar, yenə şifrələr bölməsinə aid bir sualdır. Hər bir sözün qarşısındakı uyğun ədədini tapandan sonra həzərat sözünün hərflərini tapıb çıxartmaq lazımdır uşaqlar. Və bilirsiniz ki, şifrələrdə ən rahat yer həmişə birinci hardan başlayırıq biz? Birinci hərflərindən və ya sonuncu hərflərindən. Məsələn, burada 2 dənə Z ilə başlayan söz var. Və 2 dənə 3 ilə başlayan ədəd var. Deməli, Z-lərin hər biri 3-dür. Və Zəhra və Zəhlə sözləri 36728 ilə 36796-ya aiddir. Daha sonra məsələn sondan da baxmaq olar ki, yəni sonda 2 dənə A ilə, 3 dənə Ə ilə bitən sözlər var. 3 dənə 6 ilə, 2 dənə 8 ilə bitən ədədlər var. Deməli, A-ların hər biri 8, Ə-lərin də hər biri 6-dır. Həmçinin hamısında ikinci hərflər Ə-dir, hamısında ikinci rəqəmlər 6-dır. Oradan da Ə-lərin 6 olduğunu çox rahatlıqla görmək olurdu. Deməli, 3-dən başlayıb 8 ilə qurtaran, yəni 36, 728
Zəhra. 3-dən başlayıb 6 ilə qurtaran 36, 796 da Zəhlə sözləridir. H Zəhradan görünür 7-dir. Ələr 6-dır. Z Zəhrada yenə var idi 3-dür. Ə 6-dır. R yenə Zəhrada var 2-dir. A Zəhrada yenə var 8-dir. Qaldı bir dənə T. 763, 628 olmalıdır əvvəli. A-nı at. Qalan hamısı 763, 628-dən başlayır. Amma Y də olmaz. Çünki 2 R hərfi idi. T-yə artıq 2 deyənmərəm. Görürsünüz, burada 2 dənə eyni gəlir. D-ni də demək olmaz uşaqlar. Çünki 9 rəqəmi də mən T-yə yazanmaram. Çünki 9-un da Y-si var. O L hərfidir. Və B-ni də yaza bilmərik. Çünki T-yə 1 rəqəmi də verənmərəm. 1 rəqəm artıq burada varsa, o S, B, F hərflərindən birinə aiddir. T-nin olduğu rəqəm burada olmayan bir rəqəm olmalıdır. Çünki T bizim şərtdə yoxdur. Unutmayın, şifrələrdə həmişə bütün hərflər bir-birindən fərqli rəqəmlər olmalıdır. Ona görə də burada ən doğru cavab C bəndində idi. T-yə 0 deyə bilərəm. Çünki 0 burada şərtimizdə yoxdur. Onu heç bir hərf tutmayıb. 68-də uşaqlar, təəssüf ki, bu da sürüşüb. Deməli, qara hissəni soruşur. Yəni, bu gördüyümüz dairənin 4/1-ini rəngləyib də. Ona görə də 4/1 yazıb. Burada isə dairəni 6 bərabər hissəyə bölüb, 3-ünü rəngləyib. Yəni, 6-da 3-ünü, ki, bu da nə verəcək bizə? Təbii ki, ixtisar edəsək, 2-də 1. Ona görə də cavab burada 6-da 3, yəni 2-də 1 olmalıdır. Variantlarda yuxarıda Y bəndi idi. Növbəti 69-cu sualda cədvəldə bizə deyir ki, A vur C 8-ə bərabərdir. Bilirsiniz, kəsişməyə baxırdıq həmişə. B vur C 24-dür. Həmçinin A üstə gəl B də 8-dir. Əgər A ilə B-nin cəmini bizə veribsə, burada da A ilə B arasında asılılıq yaratma olar uşaqlar. Fikir verirsinizsə, A-nı C-yə vuranda 8 edib. B-ni C-yə vuranda 3 dəfə böyük, 24 edib. Yəni, buradan görünən odur ki, B A-dan 3 dəfə böyükdür. Eyni rəqəmə vuranda 3 dəfə böyük ədəd almışam da mən. Ona görə də B A-dan 3 dəfə böyük olmalıdır. Onda cəmi də 8-dirsə, A üstə gəl 3A 8-dir. Deməli, 4A 8, A 2-dir. Yəni, A2, B6 olmalıdır. Cəmi 8 eləsin. A2, C4 olmalıdır ki, bir-birinə vuranda 8, 6-nı da həmçinin 4-ə vuranda 24 eləsin. B-ni soruşursa, cavab olacaq 6-ya bərabər. Yetmişinci sualda uşaqlar deyir ki, ümumidən xüsusiyə doğru düz. Bu zaman hansı artıq qalacaq? Təbii ki, burada ən ümumi anlayış nədir? Canlı. Canlının bir növü heyvan. Heyvanın bir növü quş və quşun da bir növü uşaqlar kolibridir. Kolibri yeganə quşdur ki, geri-geriyə uça bilir. Çox kiçik bir quşdur uşaqlar. Yadınızda qalsın, anaqramlarda və s. Ən çox istifadə olunan sözlərdən biridir kolibri quşu. Unutmayın onu. Yarası isə burada artıq uşaqlar. Niyə? Çünki yarası quş deyil, o məməli heyvandır. Yaddan çıxmasın. Növbəti 71-ci sualda şimal, cənub əks mənalı sözlərdirsə, təbii ki, qış, yay olmalıdır cavab. 72-ci sualda uşaqlar şifrəni hecalara verib bir növ. Buradakı hər bir rəqəm sözlərdəki deməli hərf birləşmələrinə aiddir. Hər cüt hərf birləşməsi deyir, fərqli bir rəqəmdən şifrələnib. Ona görə də burada artıq biz hecalarla hərəkət eləməliyik. Gəlin buradan yazaq. Sözlərimiz nədir bizim? Mahirə, Kəmalə, Səmayə, Xəyalə,
və bir də səriyə. Aha, hərf-hərf elədiyimiz şeyləri indi hecalar eləmək tələb olunur bizdən. Olsun. Yəni, yenə də o demək olar ki, eyni şeydir onsuz. Məsələn, ikisi S hecası ilə başlayır. Buradakı ədədlərdən də ikisi 4 rəqəmi ilə başlayır. Deməli, belə çıxır ki, S hecası 4 rəqəminə uyğundur. Ondan sonra, məsələn, sonlara baxsaq, sonda ikisi Y hecası ilə bitir. İkisi L hecası ilə bitir. Biri fərqlidir. Və orada da fikir versəz, ikisi 3 ilə bitib. İkisi 5 ilə bitib. Bir dənə 987 fərqlidir. Hə, onda Mahirə 987-dir. Ma 9, Hi 8, R 7. Onda Ri 7-dirsə, yox, özür istəyirəm. Hi 8, R 7-dir. Baxaq görək onlardan hansılar var. Məsələn, Ma 9-dur. Onda səmayə sözündə ikinci rəqəm 9 olmalıdır. O 493 olacaq. Səriyə sözü də onda 403 olacaq. Bu formada. Kəmalədə də ortada Ma gəlirsə 9 olmalıdır. Yerdə nə qalıb uşaqlar? 493-ü, 403-ü, 987-ni tapmışıq da artıq. 695 kəmalədir və 215 də xəyalədir. Bizdən də rəhiləni soruşur. R harada var idi? Mahirədə var idi. 7. Hi, o da Mahirədə var idi. 8. L-də kəmalədə var. 5. Ona görə də rəhilə sözü 785 olmalıdır. Yəni, C variantı. Növbəti 73-cü sual. Uyğunluğu tapmaq tələb olunur uşaqlar. Yazıb 2 üstə gəl ki, təbii ki, burada o ikilər nələrinsə sayıdır. Məsələn, ikincidən görsənir. 4 qara nöqtələrin sayıdır. 4 dənə qara nöqtə var burada. Deməli, birinci rəqəm onda qara nöqtələrin sayını ifadə edir. Bax, eyni zamanda burada da 3 dənə qara nöqtə var, birinciyə 3 yazıb. 2 dənə qara nöqtə var, birinciyə 2 yazıb. 2 dənə qara nöqtə varsa, birinci 2 olmalıdır. Bəs 2 nə ifadə edir? O da uşaqlar, kvadratların yarısını. Fikir verirsinizsə, 4 dənə kvadrat var, 2 yazıb. 2 dənə kvadrat var, 1 yazıb. Yenə 2 dənə kvadrat var, 1 yazıb. Hə, onda 6 dənə kvadrat varsa, yarısı nə eləyəcək? 3 eləyəcək. Yəni, birinci rəqəm qara nöqtələrin öz sayıdır, ikinci rəqəm isə deməli, kvadratların yarısıdır. Növbəti 74-cü suala baxaq. Aşır operatordur uşaqlar və aşır operatorda 2 dənə operator bir-birinə bərabərdirsə, deməli, onların gördüyü işlər də bir-birinə bərabər demişə. Dairə operatoru A kvadrat üstəgəl B-dir. Onda A kvadrat üstəgəl B bərabərdir A kvadrat üstəgəl B-yə. Sadəcə olaraq, hər operatorun özünə görə A-sı və B-si var uşaqlar. Bunun A-sı 5, B-si 16-dır. Bunun A-sı X, B-si 5-dir. İndi A kvadrat üstəgəl B, yəni 5-in kvadratı üstəgəl 16 bərabərdir A kvadrat üstəgəl B-yə. Yəni X-in kvadratı üstəgəl 5-ə. Bu tənlikdən X-in kvadratı bərabər olacaq 36-ya, əslində X də bərabər olacaq 6-ya. Amma heç bu mənə lazım deyil. Çünki sualda da X-in kvadratı var. X-in kvadratı 36-dırsa, onda 36-nı 9-a böl 4, üzərinə də 1 gəl, 5 eləyəcək. Növbəti 75-ci sual X şərti dilinə tərcümədir uşaqlar. Bizə lazım olan cümlə görməklə bitir. Cümlə hər dəfə görməklə bitəndə burada nə ilə bitib? Dari hecası ilə bitib. Deməli, bizim cümlədə dari ilə bitməlidir. A gedər, B gedər, Y gedər, elə C də gedər. Şöyle cavab çıxdı ki, o zodari. Cümlədə ortada səni sözü gəlib.
Ortada səni sözü gələndə daridən əvvəl nə var? Zo hecası var. Və cümlə mənlə başlayanda o-la başlayıbsa, burada da mənlə başlayanda o-la başlamalıdır. Yəni D bəndi tamamilə doğru idi, ödəyirdi axıra qədər. 76-cı sualda uşaqlar. Birinci ədəd A-nın rəqəmlər cəmidir. 2 ilə 1-i toplayıb. İkinci ədəd B-nin rəqəmlər cəmidir. 7 ilə 3-ü toplayıb. Üçüncü ədəd isə elə onların öz cəmidir. 21 ilə 73-ün cəmidir. 94 edib. İndi birinci ədəd A-nın rəqəmləri cəmi olacaq. İkinci ədəd B-nin rəqəmləri cəmi olacaq. Üçüncü ədəd isə 29 ilə 36-nın öz cəmi. Yəni 65 olmalıdır. Ona görə də doğru cavab C bəndi idi. 77-ci sualda deməli A bəndi uşaqlar dərgi, B bəndi jurnal, C bəndi qəzet, Y bəndi lövhədir, fərqli olan odur. Digər də kitabdır. Hamısı nəşr növləridir. D bəndi lövhə idi. Növbəti uşaqlar 78-ci sual. O təəssüf ki, bu da belə sürüşüb. Yox. Onsuz da o qədər də çətin olmayan bir məsələdir. Şərtlərin hamısı onsuz da yuxarıdadır. Elə birbaşa yuxarıda baxarıq. Nə deyir bizə? Nərmin, Rəna, Nilufər və Aysel müxtəlif çalğı alətlərində ifa edə bilirlər. Lakin hər biri ancaq bir alətdə çala bilir. Eyni zamanda onların hər biri bir xaric dili bilir. İngilis, alman, fransız, ispan. Adi uşaqlar qaydada elə cədvəl qurub məsələni rahatlıqla həll etmək olar əslində. Deməli, cədvəlimizi yəni burada aşağıdan quraq. Adlar nə idi? Nərmin, Rəna, Nilufər, Aysel. Yazıram buradan. Nərmin, Rəna, Nilufər və Aysel. Sol tərəfdən də musiqi alətlərini yaza bilərsiniz. Dillərdə heç bir fərqi yoxdur əslində. Gəlin yazaq musiqi alətlərini. Skripka, arfa, piano, bir də o biri nə idi? Deməli, kamança. Əvvəla nə deyir bizə? Skripkada çala bilən qız ispan dilini bilir. Bax, skripkada çala bilən, deməli, ispan dilini bilməlidir. Üçüncü kateqoriyanı da qarşılarından başlayıram düzməyə. Rəna arfada və pianoda çalmır. Deməli, Rəna nə arfada, nə də pianoda çalmır və ingilis dilində bilmir. Deməli, o ingilis dilində bilmir. Sonra, Nərmin də arfada və pianoda çalmır və ingilis dilini bilmir. Nərmin də həmçinin arfada və pianoda çalmır, o da ingilis dilini bilmir. Nilufər fransız dilini bilir, lakin arfada çala bilmir. Deməli, Nilufər fransız dilini bilir, amma o da arfada çala bilmir. Onda uşaq belə çıxır ki, arfada ifa edən kimdir? O, A, yəni Aysel. Bizdən də Ayseli soruşurdu. O 100% deməli arfadır. Onda digərlərində arfaya minus qoysam, pianoda ifa edən Nilufər imiş. O da çıxdı. Bizdən soruşurdu, Aysel hansı alətdə ifa edir və hansı xaric dili bilir? İndi fikir verin. Xaric dillərdən də Aysel'ə nə qalır uşaqlar? İngilis dilini nə Nərmin, nə də Rəna bilmirsə, Nilufər də fransız dilini bilirsə, İngilis də qalır avtomatik Aysel'ə də onsuz. Ona görə də Aysel'in bildiyi dil ingilis dilidir və ifa etdiyi alət də arfadır. Cavab onsuz arfa olan variantlar A ilə B idi. Təbii ki, ispan olmaz, çünki ispan dilini bilən skripkada ifa edə bilir. Aysel isə biz tapdıq ki, arfada ifa edə bilir. Ona görə də cavab olacaq da A bəndi. Yəni, əslində heç cədvəlsiz falansız da biraz diqqətli olsanız tapmaq olardı. Çünki arfanı 3 dəfə bizə vurğuluyur. Nə Rəna bilmir, nə Nərmin bilmir, nə də Nilufər bilmirdi arfanı. Ona görə də avtomatik elə Ayselə qalırdı. 79 uşaqlar, pomidordan tomat hazırlanırsa, bu şərti ödəyən buğdadan da çörək. Deyib bəndi. Bu da rahat idi. 80-ci sualda uşaqlar qarşı-qarşıyadır. Bilirsiniz, normalda pizza tipli suallarda
İki formada baxmaq olur. Bir, ardıcıl şəkildə getmək olar. Bir də qarşı-qarşıya getmək olar. Qarşı-qarşıya burada kvadratının üzərinə 1 gəlir uşaqlar. Məsələn, 3-ün kvadratının üstünə 1 gəldi, 10. 2-nin kvadratı 4, üstünə 1 gəldi, 5. 4-ün kvadratı 16, üstünə 1 gəldi, 17. Deməli, onda sualın da yerində 7 olmalıdır ki, kvadratı 49, üstünə 1 gələndə 50 eləsin. D bəndi. Səksən birinci sual uşaqlar cədvəllər bölməsinə aiddir və misalda həm solda, həm də sağdakı ədədlərin cəmi mərkəzə kimi verilir uşaqlar. 18 ilə 14-ü toplayanda 32, 13 ilə 19-u toplayanda. Həmçinin 7 ilə 4-ün cəmi 11, 6 ilə 5-in cəmi 11. 21 ilə 15-in cəmi 36, 17 ilə 19-un cəmi 36. Aydınmı? İndi 38 ilə 14-ün cəmi 52-dirsə, deməli x-dan da y-in cəmi 52 olmalıdır. Bizdən də həmin x-dan y-in cəmi soruşurdu onsuz. Olacaq 52-yə bərabər. Növbəti 82-ci suala baxaq. 82-ci sualda qanun uyğunluq nədir uşaqlar burada? Biz əslində veribdir. N ağ hissələrdir. M isə qara hissələrdir. İndi deyir, bu nisbətləri hesabla. Əvvəla A fiqurunda N ağlar idi, M qaralar, düzdürmü? A fiqurunda ağların qaraları olan nisbəti. Ağlar 1, 2, 3, 4, 5, 6 dənə. Qaralar isə uşaqlar 2 dənə. Yəni, burada 6-nın 2-yə nisbətindən söhbət gedirdi. O da 3 edirdi. Digərində ağların qaraları olan nisbətindən danışır. Bax, bu xətti belə çəkək. Qaralarda 4 dənədir fikir versəz. Ağlar da 4 dənədir. Ona görə də 4-ün 4-ə nisbəti 1 olacaq. Və C fiqurunda uşaqlar. Ağların qaralar olan nisbətinə baxanda 4 dənə ağ var, 4 dənə də qara var. Böləndə o da 1 eləyəcək. Deməli, nisbətlər uyğun olaraq 3, 1, 1 olmalıdır. Yəni, A fiqurunda olacaq 3, B fiqurunda olacaq 1 və C fiqurunda da olacaq 1. Ona görə də cavab D bəndinə uyğun idi. Əslində, çox iri həcmli bir misal kimi görsənir, amma qanun uyğunluğu çox sadə idi. 83-də sığırçın əgər quşdursa, unutmayın, tısbağa da sürünəndir. Digərlərində yerlər tərsinə uşaqlar. Məsələn, sığırçın quşdur. Bayaq da dedik, həmişə verbal analogiyalarda sözlərin ardıcıllığına nəzərə almalısı uşaqlar, o mütləqdir. Sığırçın quşdur, burada məsələn kobra ilandır. Burada məsələn kütün balıqdır. Ona görə də təbii ki, belə variantları götürə bilməzsiniz. Yarasa ümumiyyətlə quş deyil, məməli heyvandır. Dələ də sincab deyil, onlar hər isə ayrı-ayrı heyvanlardır. Növbəti gəldik. Deməli, 84-cü sualda hansı hökmlər uşaqlar deyir? Mütləqdir. Yağış yağdı, ətraf islandı. Təbii ki, bu mütləq doğru uşaqlar. Yağış yağıbsa, mütləq ətraf islanacaq. O, universitetə hazırlaşdı, o universitetə qəbul oldu, mütləq deyil. Hər universitetə hazırlaşan təəssüf ki, qəbul ola bilmir. Maşının mühərriki sıradan çıxdı, maşın hərəkətsiz qaldı, vəziyyətə düşdü. Təbii ki, mühərrik sıradan çıxıbsa, maşın hərəkət eləməz, bu da mütləqdir. Əli mağazaya getdi, Əli özünə kostyum aldı, bu da mütləq deyil. Ola bilər ki, almasın kostyum, bəyənməsin heç birini. Ona görə də cavab olacaqdır 1-3. Növbəti 85-87 aralığındakı 3 sualı məsələyə gəldi uşaqlar. Burada nədir bizə? X, Y, Z, T, K və L maşınları 1-dən 6-ya qədər nömrələnərək 3 xüsusiyyətinə görə dəyərləndirilmiş və cədvəldə verilib. Təhlükəsizliyinə görə, komfortuna görə, bir də yanacaq tutumuna görə. Deyir, indi hansı maşın hansıdır? Bunu tapmaq tələb olunur da uşaqlar bizdən. Baxaq bir-bir şərtlərə. X, Z, T maşınlarının təhlükəsizliyi yanacaq tutumundan bir əskikdir.
təhlükəsizliyi yanacaq tutumundan bir əski olanlar. Təhlükəsizliyi yanacaq tutumundan bir əski olanlar. Biri 4-dür. Təhlükəsizliyi 2-dir. Yanacaq tutumundan mən komfortuna baxdım. Təhlükəsizliyi yanacaq tutumundan bir əski olan. Biri 1-dir uşaqlar. 3 təhlükəsizlikdir. 4 yanacaq tutumudur. Ondan sonra elə biri 4-dür. 2 təhlükəsizliyidir. 3 yanacaq tutumudur. Biri də 5-dir. Təhlükəsizliyi 3-dür. Yanacaq tutumu 4-dür. Bir də 5. Deməli, 1-ci, 4-cü və 5-ci maşınlar X, Z və T maşınlarıdır. Sonra K yanacaq tutumuna görə, T isə komfortuna görə birincidir. Yanacaq tutumuna görə birinci olan 3-cü maşındır. Deməli, K 3-cü maşındır. Ən böyük yanacaq tutumu qiyməti ondadır. T isə komfortuna görə birincidir uşaqlar. Komfortuna görə də ən yüksək olan 5-ci maşındır. Aha, deməli onda T-nin yeri tapıldı. 5-ci maşın T-dir. X-dan Z isə, axı X, Z, T tapmışdıq əvvəlcədən. 1, 4, 5-dən biridir. Deməli onda X-dan Z də 1-lə 4-dədir. X-dan Z, Z-dən X. Yerdə qaldı onda L-lə Y. Və bizə deyir ki, Y-in təhlükəsizliyi ilə L-in komfortu eynidir. Y-in təhlükəsizliyi və L-in komfortu eynidir. İkincinin təhlükəsizliyi 6-cının komfortu ilə eynidirsə, deməli onda Y ikincidir, L də 6-cıdır. Salam. Bunlar tapılır. İndi hansılar dəqiq məlum deyil. Ən böyük yanacaq tutumuna malik maşın, o bəllidir, K-dır. Ən komfortlu maşın, o da bəllidir, T-dir. Öz onsuz da bizə şərtdə vermişdi bunları. L-in təhlükəsizliyinin qiyməti, o bəllidir, 1-dir. Çünki L 6-cı maşındır. Z-in komfortunun qiyməti, o bəlli deyil. Çünki Z ya 1-ci maşındır, ya 4-cü maşındır. Ona görə də bilinmir ki, onun komfortu neçədir. Ona görə də deyildir burada doğru cavab. Hansı maşının ümumi qiymətlərinin cəmi ən böyükdür? Burada ümumi cəmlərə baxanda 3, 2 və 4. Toplasan bunu 9 eləyir. 3, 2, 2, 7 eləyər. 3, 2, 5, 10 eləyər. Düzdürmü? Ondan daha böyüyü varmı? Bəli, 5-ci maşında. 3, 4 və 4 toplayanda 11 eləyir. Cəm ən yüksək T-dədir uşaqlar burada. Yəni D bəndində. Və maşınlarla bağlı fikirlərdən hansı mütləq doğrudur? Y-in komfortunun qiyməti 3-dür. Y-in komfortunun qiyməti 2-dir. İkinci maşını idi o. Səhvdir bu. Ən təhlükəsiz maşınlardan biri X-dir. X-in yerini bilmirik yenə, heç nə deyə bilmərik. X və Y-in yanacaq tutumu qiyməti eynidir. X-in yerini bilmirik yenə deyəmərik. T komfortunun qiyməti Y-dən 2 artıqdır. T-nin komfortunun qiyməti 4-dür. Y-in komfortunun qiyməti 2-dir. Bəli, ondan 2 artıqdır. Mütləq doğru D bəndində idi. Növbəti uşaqlar, gəldik deməli 88-90-dakı 3 sualı məsələmizə. Aliyev, Babayev, Cəbiyev, Dadaşov, Eminov və Məmmədov ailələri bir şadlıq sarayını eyni deməli həftənin müxtəlif günləri üçün kirayələdilər. Uşaqlar, unutmayın, mətnin məntiqi təhlilində saatlarla bağlı məsələlər, həftənin günləri ilə bağlı məsələlərdə həmişə orada sizin aparıcı kateqoriyanız saatlar və ya həftənin günləridir. Bu çox-çox vacibdir, mütləq yadda saxlayın. Əgər həftənin günləri ilə bağlı bir mətnin məntiqi təhlili qarşınıza çıxdısa, cümə günü falan şeydir, cümə axşamı falan şeydir, nə bilim şənbə günü falan şeydir, həmişə birinci işiniz cədvəlin yuxarısında o həftənin günlərini yazmaq olmalıdır. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar. Qalan hər şeyi, nə varsa yerdə, o günlərə görə başlayacaqsınız sıralamağa. Burada deyir ki, hər gün sarayda toy 2 müxtəlif saatda olur. Ya 12:00-da ola bilər,
ya da 20.00 ola bilər. Deməli, kim hansı gündür və saat neçədə toy uşaqlar? Bunu tapmaq istəyirəm. Buradan yazacağım onda 12-də olanları, buradan yazacağım 20.00-da olanları. İndi addım-addım gedək. Bazar ertəsi günü sarayda toy mərasimi keçirilməyəcək. Yəni uşaqlar, bazar ertəsinə ümumiyyətlə heç kimi yazmayacaq biz. Bunların hamısı boşdur. 12.00 və ya 20.00 olacaq. Bunu qeyd etdik. Salonu kirayələyən bu ailələrdən ikisinin toy mərasimi saat 12-də, 4-ünün toy mərasimi isə 20.00-da. Deməli, bura 2 nəfər yazılacaq. Bura 4 nəfər yazılacaq. Bu saylara da axıra qədər diqqət etməliyik onda. Dadaşov və Məmmədov ailələrinin toy mərasimi şənbə və bazar günlərində müxtəlif saatlarda keçiriləcək. Deməli, şənbə və bazar Dadaşovla Məmmədov ailələrinin toy mərasimidir və müxtəlif vaxtlarda. Onda belə çıxır ki, 12.00-la 20.00-un biri şənbə ilə bazardadır. Ya biri şənbə, o biri bazardır və 12.00-da 20.00-da. Yaxud da biri şənbə 20.00-da, o biri bazar günü 12.00-dadır. Dadaşovla Məmmədov bu şəkildə bölüşdürürlər və onda belə çıxır ki, 12.00-dakı toylardan biri şənbə və bazarın birindədir. Həmçinin 20.00-dakı bu 4 dənənin də biri şənbə və bazardan birindədir. Bura qaldı 20.00-da qaldı 3 dənə, 12.00-da bura qaldı 1 dənə. Yaxşı. Cəbiyev ailəsinin toy mərasimi Babayev ailəsinin toy mərasiminin olduğu gündən əvvəlki günlərdən birində keçirilib. Cəbiyev Babayevdən əvvəlki günlərdən birində olmalıdır. Yəni, birinci Cəbiyev, sonra Babayev gəlməlidir. Yəni. Sonra Eminov ailəsinin toy mərasimi cümə günü 12.00 da başlayacaq. Eminov, deməli, cümə günü 12.00-da. Eminovlar cümə günü 12.00-dadır. Bax, Eminov buradadır. Və salam. Burada mən dəqiq nə deyə bilərəm uşaqlar? 12.00-da cəmi 2 nəfərin toy mərasimi var axı. Biri şənbə və bazardan birində idi. Dadaşovla Eminovlar biri şənbə, biri bazar günü və müxtəlif saatlarda idi. Ona görə də 12.00-un birini Dadaşovlarla Məmmədovlardan biri şənbə və bazar tutub artıq. O biri də Eminovlar ailəsiymiş cümə günü. Artıq 2 dənə 12.00 qutardı. Yəni, nə çərşənbə axşamı, nə çərşənbə, nə cümə axşamı orada 12.00-da toy ola bilməz. Qaldı deməli 20.00-dakı 4 dənə toy mərasimi. Biri şənbə və bazardan birindədir. Dadaşovlarla Eminovlar birini tutub. Qalmışdı 3 dənəsi uşaqlar. Bu 3 dənəsi də kimdir? Cəbiyev, Babayev, düzdürmü? Aliyev və salam. Üçünü də bilirik. Onsuz Eminov, Dadaşov, Məmmədov bilinir. 3-ü qalmışdı. Aliyev, Cəbiyev və Babayev ailələri. Onların toy mərasimi 100% 20.00-dadır. Amma hansı çərşənbə axşamıdır, hansı çərşənbədir, hansı cümə axşamıdır, hansı cümədir, onu deyə bilmərik. Bir dənə dəqiq tapılan bunlardır. Gedək görək sualları nə istəyir bizdən? Hansılar deyir mütləq səhvdir? Çərşənbə axşamı günü saat 12.00-da saray boşdur. Çərşənbə axşamı 12.00-da saray boşdur, düppədüz. Çərşənbə günü saat 20.00-da saray doludur. Çərşənbə günü saat 20.00-da saray doludur. Ola da bilər, olmaya da bilər uşaqlar. Yəni, bunu dəqiq bilmirik. Sonra cümə axşamı günü saat 20.00-da saray boşdur. Cümə axşamı saat 20.00-da saray boşdur. Deməli, onu da demək olarmı? Olmaz. Şənbə günü saat 12.00-da saray doludur. Mütləq səhv budur. Şənbə günü, özür istəyirəm, 12.00-da ola da bilər, olmaya da bilər. Bazar günü 20.00-da bu da. Bunlar məsələn hər ikisi ola da bilər, olmaya da bilər. Çünki şənbə ilə bazar Dadaşovla Məmmədovları bilmirik. Çərşənbə axşamı günü deməli saat 20.00-da saray doludur deyir. Çərşənbə axşamı saat 20.00-da saray doludur. Bu ola da bilər, olmaya da bilər. Burada kimlər qalmışdı deməli? Aliyev. Burada üzr istəyirəm. Cümə günü, bunu silmək yaddan çıxıb. Eminovlar artıq 12.00-da varsa uşaqlar, 20.00-da 100% boşdur, doğru. Onda Aliyev, Cəbiyev və Babayev ancaq qalır bu 3 dənə yerə.
Heç bu nəzərimdən qaçmışdı. Yaxşı. Onda bir də nə deyirdi bizə? Cümə günü saat 20:10 saray boşdur deyir. Hə, bu mütləq səhvdir onda. Cümə günü saat 20:00-da, cümə günü saat 20:00-da saray boşdur. Ha, bu da boş deyirdi. Yox, onda bu yox. Deməli, Eminovlar düz yazmışdıq da onu biz. Cümə günü saat 12:00-da başlayacaq demişdi. Hə. Çərşənbə günü saat 20:00-da saray doludur. Bu da doğrudur. Çərşənbə axşamı günü saat 12:00-da saray boşdur. Bu da doğrudur. Hansıdır bəs burada səhv olan? Cümə axşamı günü saat 20:00 saray boşdur. Hə, düz deyirəm də, hə, bu boşdur deyirdi. Cümə axşamı günü saat 20:00-da saray boşdur deyirdi. Amma cümə axşamı günü sarayda 100% toy var. Ya Babayev ailəsinin toyu, ya Aliyev ailəsinin toyu var. O bilinmir. Cəbiyev olanmaz, çünki Cəbiyev Babayevdən əvvəl gəlməlidir. Ona görə də Cəbiyevə naxar yazanmarıq. Burada mütləq deməli səhv C bəndində idi. 20:00-da saray dolu olmalıdır. Cümə axşamı günü. Hansı mütləq doğrudur? Aliyev ailəsinin toy mərasimi saat 12:00-da başlayacaq. Aliyev ailəsinin toy mərasimi 100% 20:00-da başlayacaq. Ona görə də A bəndi səhvdir. Cəbiyev ailəsinin toy mərasimi çərşənbə axşamı günü keçiriləcək. Ola da bilər, olmaya da bilər. Sonra Aliyev ailəsinin toy mərasimi Babayev ailəsinin toy mərasiminin olduğu gündən sonraki günlərdən birində keçiriləcək. Bu da uşaqlar ola da bilər, olmaya da bilər. Çünki bu üçündə bax belə bir şey gələcəkdir orada. Cəbiyev Babayevdən əvvəl olmalıdır deyənə. Ya yəni bunu silək buradan. Ya belə ola bilər ki, Aliyev, Cəbiyev, Babayev. Ya məsələn belə ola bilər. Cəbiyev, Aliyev, Babayev. Ya da məsələn belə ola bilər. Cəbiyev, Babayev, Aliyev. Və bu formada gələ bilərdi. Əsl odur ki, Cəbiyev Babayevdən əvvəl olsun. Hə, indi bizə də orada nə deyirdi məsələn? Aliyev ailəsinin toy mərasimi Babayev ailəsinin toy mərasiminin olduğu gündən sonraki günlərdən birində keçiriləcək. O Babayevdən əvvəl də ola bilər. Babayevdən sonra da ola bilər. Yəni bu ola da bilir, olmaya da bilir. Deyəmirik dəqiq. D bəndində nə deyirdi? Babayev ailəsinin toy mərasimi Eminov ailəsinin toy mərasiminin olduğu gündən əvvəlki günlərdən birində olacaq. Bəli, bu 100%-dir. Çünki Aliyev, Babayev, Cəbiyev çərşənbə axşamı, çərşənbə, cümə axşamı olacaq. Eminov isə cümə günüdür. İstənilən halda hər üçü Eminovdan əvvəl olmalıdır. Ona görə də mütləq doğru D bəndindəki cümlə idi. Davam edək, elə yandakı sonuncu sualına da baxaq bunun. Toy mərasimi çərşənbə axşamı günü keçiriləcək ailələr aşağıdakılardan hansılardır? Çərşənbə axşamı ancaq Aliyev və Cəbiyev ola bilər uşaqlar. 1-dən 3. Çünki Babayev Cəbiyevdən sonra gəldiyi üçün biz Babayevi lap əvvələ ata bilmirik. Sonra növbəti gəldik 91-ci suala uşaqlar. Deyir ki, verilmiş bu cədvəldə R sütununu, deməli P sütununu R sütununun üstünə qatda. Təbii ki, bu şəkildə qatlayandan sonra P sütunu artıq yoxa çıxacaq. Y sətrini D sətrinin üstünə qatda. Bundan sonra Y sətri gedəcək. D sətrində C sətrinin üstünə qatda. Yəni bu D sətrində C sətrinin üstünə qatlasam, artıq D sətri yoxa çıxmış olacaq. Qalan bu cədvəldə neçə dənə xana olacaq? 3-ün 3-ə 9 dənə xana olacaq. Sual əvəzinə uyğun ədəd tapın deyir uşaqlar. Adi aşkar operatordur və bilirsiniz ki, aşkar operatorda həmişə birinci A-nı B-ni tapmaq lazımdır. Bizə lazımdır 11 ulduz 13-ü tapmaq. Yəni A minus 1-in, daha doğrusu A plus 1-in yerində 11-dirsə, mən A-ya 10 deməliyəm. B minus 1-in yerində 13-dürsə, B-yə də 14 deməliyəm ki, burada da 11 ulduz 13 yaransın. O da bərabər olacaq onda 10 vurulsun 14. Aşağıda da 4 üstəgəl 10. Bu 14-dən də bu 14 getsə, cavabımız elə 10-a bərabər olacaq. Doxsan üçüncü sualda cədvəldə bizə deyilir ki, uşaqlar A üstəgəl B 4B-dir. A üstəgəl C 29-dur. B üstəgəl C 21-dir.
Əvvəla buradan A bərabərdir 3B-yə. Onda bu iki tənliyi də tərəf-tərəfə çıxaq. C-lər getsin. A minus B bərabər olur 8-ə. A özü də 3B idi axı. 3B minus B bərabər oldu 8-ə. 2B 8-dirsə, B deməli 4-dür. B 4-dürsə, A 12-dir. A 12-dirsə, C də 17-dir. Həmçinin B 4-dürsə, C də 17-dir. Toplayanda 21 eləsin. A vur C. Yəni 12 vurulsun 17 bölünsün B. Yəni 4. Burada da 4 ilə 12 ixtisar getsə 3 qalar. 51 eləyər. Növbəti 94-cü sual yenə aşırı operatorlar bölünməsinə aid uşaqlar. A-nın yerində 4, B-nin yerində 3 dayanıb. Olacaq 2-nin qüvvətində 4 minus 3. Üstə gəl. 3 üstü A. Üstə gəl. Üzrəm çıxılsın. 3 üstü B. Yəni 2 üstü 1, 2. 3 üstü 4, 81. 3 üstü üstə 27. Bu da bizə 56 verər. Növbəti uşaqlar yenə sonuncu sualımız, 100-cü sualımız, daha sonra 95-ci sualımızda deformasiyalar bölməsinə aiddir yenə. Və bilirsiniz, deformasiya suallarında biz demişdik ki, həmişə qollar sayına görə hərəkət eləməliyik. D-nin 2 qolu var. C-nin 4 qolu var. Y-nin 3 qolu var. B-nin 3 qolu var. L-in 4. F-in 3. A-nın 2. K-nın 2. H-ın 3. G-nin də 2 qolu var. Əgər deformasiya suallarında qollarının sayına görə fərqlənən şarlar yoxdursa uşaqlar, bayaqlarım əvvəldə var idi, məsələn, qollar sayına görə fərqlənən, rahat onlarla hərəkət etmək olurdu. Əgər qollar sayına görə fərqlənən şar yoxdursa, bu zaman koordinatlarla, yəni qollarının getdiyi şarlarla onları fərqləndiririk. Məsələn, D 2 qolludur, amma gedir hara? 4 qollu ilə 3 qolluya. A 2 qolludur, gedir 3 ilə 2-yə. K da 2 qolludur uşaqlar, gedir 2 ilə 3-ə. G də 2 qolludur, hər 2 qolu gedir 3-ə. Aha, deməli, G-ni və D-ni bu şarların içərisində fərqləndirmək olar. K ilə A oxşuyur uşaqlar. Hər ikisi 2 qolludur və bir qolu 2-yə, bir qolu 3-ə gedir. Amma G yeganə 2 qollu şardır ki, hər ikisi 3-ə gedir. D yeganə 2 qollu şardır ki, biri 4-ə, biri 3-ə gedir. Onda, məsələn, bu sağdakı şar 2 qolludur. Bir qolu gedir 4 qolluya, digər qolu gəlir 3 qolluya. Özü 2 qollu olub 4-ə və 3-ə gedən kim idi? D. Aha, onda bu D-dir. D-dən gedir uşaqlar 4 qollu C-yə, 3 qollu Y-yə. Ona görə də Z Y olacaq. İstəsəniz ki, buradan davam edə bilərsiniz. Məsələn, Y-dən hara gedirdi bəs? C-dən və D-dən başqa F-ə. Onun bir qolu C-yə, bir qolu D-yə gəlirsə, o bir qolu da F-ə gəlir. 4 qollu da cəmi 2 dənə şar vardı orada. Biri C-dir, biri də L. Bu 4 qollu C-dirsə, o bir 4 qollu da L-dir. F-in digər qolu hara gedir bəs? G-yə. Bax, bu 2 qollu G-yə gəlir. Hansı ki, G 2 qolluydu, hər 2 qolu 3-lərə gedirdi. O biri qol da H-a gedir. H-dan da L və G-dən başqa bir də hara gedir? 2 qollu K-ya gedir. Ona görə də X olur deməli K, Y olur G, Z olur Y. Davam edib təbii ki, hamısını tapa bilərsiniz uşaqlar. K-dan da gedirdi deməli A-ya, A-dan da gedirdi B-yə. 4 qollu, daha doğrusu 3 qollu B-yə. Yəni, 1-ə uyğun olacaq X K idisə, 1-ə uyğun olacaq B, Y G idisə 2-yə uyğun olacaq D, Z də Y-yə bərabər idisə, üstü olacaq elə Y. Bu qədər uşaqlar, hər birinizə uğurlar.
növbəti imtahanlarda daha diqqətli olmanızı tövsiyə edirəm. Görüşənədək.